ziyarət elədi. Bir də çıxış elədi onların azadlıq zadında. Dedi ki, dinimiz başqa da olsa bizim soy kökümüz eynidir ermənilər. Onu dildə deyirdi. Dildə deyirdi Onu amma əməldə Haşimi başqa. Sizi Rəssam dinləyəcəm. Cani- Sonra bax iki qardaşıma da, iki həmi yerləmədə bir dənə sualım olacaq. Amma dürüst bax, sonra kimi dinləyəcəm, amma mənim də sualımı sonra kimi dinləyib mənə cavab verin. Yaxşımı? Hə, qardaş, yəni belə Buyur. şeylər var. İndi mən deyirsən hər adamın Xumeyniyə sövmək də düzgün deyil. Onu sevənlərin xətrinə dəyər. Hər bir adamın haqqı çatır, kimsə sevsin. Fikrim çatır nə demək istəyirəm? Onun nədə mən sevmirəm, sən sevirsən. O sevmir, o sevir. Söyüş yazmayağım burada. Bunu sivil qaydada birbirimizin hamısı aparağın da, debatımızı aparağın. Ancaq bir də Azərbaycan qardaş, sənə qurban olum. İrandan Qurbanın qoyun heç olsun. vaxt- Buyur qardaşım, Allah eləməsin. İrandan bizə heç vaxt xeyir gəlməyibdi. Bunu mən deyim bir. Baş mən nə şu Azərbaycan mənim vətənim, canımdır. Baş bizim nə işimizə qalıb? Azərbaycan bizim canımız, ciyərimiz, vətənimizdir. Buyur. Hə. İndi qardaşım, İranın bizə heç vaxt bir xeyri dəyməyib, qurban olum sizə. Ancaq Xumeyniyə də söymək düzgün deyil, həqiqi düzgün deyil. Çünki bilirsən, Xumeyni sevənlər də var, sevməyənlər də var. Onun hər bir şəxsin ixtiyarı çatır, haqqıdır. Haqqıdır ki, kimsə sevsin. Onun ki, heç kimə aidiyyəti yoxdur. Ancaq səni mən bir qardaş kimi, mənim 61 yaşım var. Onlardan bizə heç vaxt xeyir gəlməyib. Və bugün Sepahın komandiri Azərbaycanı hədərləyir canlı yayında. Ayıbdır. Azərbaycan kimi gözəl dövlət var. Azərbaycan heç kimin Xaindirlər ona görə, xaindirlər. Azərbaycan sən qardaş, sənə qurban olum. Azərbaycan inkişaf eləməyini götürmürlər, gözləri götürmür. Azərbaycanı həmişə istəyiblər ki, qoy acından ölsünlər. Ona görə gözləri götürmür. Ona görə Azərbaycanı bu dəqiqə maşallah bugünkü gündə Azərbaycan bu çox belə geniş addımlarla irəliyə gedir deyə gözləri götürmür. Atdan yazılanlardan xahiş edirəm ki, söyüş yazmayın. Xumeyniyə də söyüş, heç kimə söyməyin. Fikrinizi sivil qaydada bildirin. Söyüş bilsən, söyüş Söz zəifçilikdir qardaş. Söz düzgün deyil. Vallahi sizdən xahiş edirəm artıq təzə qurban olum söz. Sevmirsiniz, deyən sevmirik. Bəli, bu belədir. Ancaq söyüş onu sevənlər var, xətirləri qalır. Ya ümumiyyətlə mən belə millətimiz qarşı-qarşıya durur. Bilsən olmaz. Monitor arxasından söymək düzgün deyil. Bir də ki bu sən deyirsən 300 milyon şiə qurban olum. Sünni ilə şiəni heç kim ayırmır. Bunlar qardaşdır. Bunu kimsə nə vaxtsa atıb ortaya bunları bir-birinə qırdılar. Biz qardaşıq. Xamneyin ölümünə şiə-sünni söhbətini qarışdırmaq lazım deyil. Bu başqa bir təxribatdır. Xamneyin ölümünə onu qarışdırmaq lazım deyil. Bugünkü gündə nəyə lazım olsun? Getdi özü bilər. Yəni İran cəmaatının da canı qurtardı. Gələcəkdə də inşallah yaxşı olacaq hamısı. Qardaş, onda bax, dedim Samirə, yəni Samir dedi ki, çalışım, yəni burada, yəni daxili öz bir siyasətimizə toxunmayalım. Hə, bizim Azərbaycanın işin yoxdur. Azərbaycan gözəl dövlət. Onda bir dənə belə deyim də, üstörtülü bir dənə sual verim. Baxın, Qəzzədə, Fələstində 40 mindən çox bir var ki, başlarına güllə vurub öldürərlər. Bir də var ki, aclıqla, susuzluqla qıran Yahudi rejiminə Azərbaycan çıxdı nə dedi? Nəsə bir gün İslam ölkəsi. İcazə ver deyim nə dedi. Mahmud Abbas canlı yayında Ermənin prezidentini qəbul elədi. Dedi, istəyirsiniz canlı qüvvə, istəyirsiniz silah, nə lazımdır sizə kömək eləyəcək. Qarabağı Ermənistan kimi tanıdı Mahmud Abbas. Sənə qurban olum. Mahmud Abbas kim idi? Fələstin prezidenti. Fələstin prezidenti idi. O Mahmud Abbas, normal Mahmud Abbas olsaydı,
Bugünkü indi gün Qazənin 40 min, 200, 400 minə yaxın əhalisi qırılmazdı. Bax, indi o yaxşı, pis mən bilmirəm ki, o erməniyə yaltaqlığını deyirəm da. Yəni Erməniyə yaltaqlıq eləyirdi. Bilirsiniz nətərdir? Qardaş, bax, 47 il bundan qabaq İraqla İranın arasında bir müharibə yaradıb, blokada böyük. Siz elə bilirsiniz ki, İsrail ölkəsi ən böyük, onların ən böyük gücü bilirsiniz nədir? 50 il, 60 il qabağa onlar siyasət aparırlar. 50 il, 60 il qabağa. Onlar planlı deməli ağıllı şəkildə. millətdir da. Deməli ağıllı millətdir ki, aparır da. Yox, bilirsiniz nətər? Bizə nətər? Saman altından su yeridən bizə deyirik. Bizdə bir lori bir söz var da, deyir saman altından su yeridən. Bu, gənə deyirəm, mən demirəm, mən bugünkü gün mən birinci növbədə Azərbaycan vətəndaşının, Azərbaycan dövlətin bir Azərbaycan vətəndaşı kimi onun maddi marağını qoruyan bir şəxsəm. Səndən mən bilsən, bayaq niyə incidim, deyimsə. Allah eləməsin, buyur. Sən dəqiqə bir AzTV-nin adını çəkirsən, o birisini çək. AzTV mənimdir, yaxşısı da mənimdir, pisi də mənimdir. Qardaşım, mən Azərbaycanlıyam. Mən Azərbaycanın yaxşısında sahib olmalıyam, pisində. Qardaşım, təbii ki, bu burada erməni yoxdur. Allah'ın olsun, bax, dünənləri bir dənə erməni canlısına qalxdım. Orada bilirsən nə qoymuşdular? Qoymuşdular ki, güya İran dövləti bizim Azərbaycan prezidenti İlham Əliyevə 44 saat, 48 saat vaxt veribdi. Sonra orada da 1800 nəfər canlısında adam var idi. Yarım saat oturdum orada, gözlədim ki, bir də deyir onların yəni fikri nə idi? Yəni Azərbaycan dövləti, Azərbaycan vətəndaşı erməni kilsələrini dağıdıb. Bugünkü gündə Azərbaycan cəmiyyətinin 80% əstəğfurullah, Həzrəti İsa Peyğəmbərə söyür, Xristiyan. Çıxdım orada, mən rus dilliyəm. Yəni bu uşaqlığından mən bu dili danışaram. Çıxdım orada, yəni təbii ki, orada rus dilində gedirdi bu dialoq. Deyirəm ki, bugünkü gün mənim əlimdə faktlar var ki, Azərbaycanın məscidlərində verən qoymusunuz, bütün o Azərbaycanın o Qarabağda işğal altında olan bölgələrində bir dənə məscid sağ qalmayıbdır. O məscidlərdə siz bilərəkdən gətirib onu sağlamasınız. Mənə bugünkü gün bir dənə fakt atın. Fakt atın ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti bir dənə erməni kilsəsini dağıdıb, orada hansısa bir bar açıb, restoran açıb, nəysə də dinə qeyri bir nəysə bir hörmətsizlik eləyibdir. Orada bu təbii ki, hər bir yerdə bu normal haldır. Bir adamın ki, düz söz qarşısında bir cavabı olmayanda söyüşə keçirlər. Söydülər. Yəni deməyim odur ki, mən yetərin qədər burada dilə gətirmirəm. Qardaşım, Rusiyada, hər bir yerdə, Avropada, hər bir yerdə mən həmişə Azərbaycançılığımı qorumuşam. Azərbaycan Respublikası elə bir tolerant ölkədir ki, Ermənistan bizim Bakı mərkəzində kilsəsi də dur, kitabxanası da dur. Bilirəm, mənim özüm Bakıda mərkəzdə yaşayıram. Qardaşım, bilirəm, mən yaxşı bilirəm. Qulaq az, gör nə deyirəm. Sən mən balaca qardaşım, gəl bu daşı ətəyindən tök. Bu İrana görə, kiməsə görə bu az qanı qarat, əsəbləş, az insanlarla dilləş, nəyə lazım? Biraz da o aqressivliyi yığışdır. Mən sənə söz deyim. Vallahi bu məndə xəstəlikdir, qardaşım. Mən burada biraz olar tonum yüksək olar. Ancaq mən kiməsə etikadan biraz nəsə bir söz demirəm ki. İrandan bizə heç vaxt xeyir gəlməyib də bu gün də gəlmir. Bu gün mənim ürəyim partlayır ki, bu Sepahın komandiri ağzına gələn Azərbaycan haqqında danışır. Biz səni eləmişik, Biz səni Azərbaycan kimi gözəl ölkə var. Azərbaycan kimi tolerant ölkə var. Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Azərbaycan deyir dəyməmə, dəyməyimsə. Erməni bizim torpaqları işğal eləmişdi, qayıtdıq, aldıq. Şəhid verə-verə. Allah şəhidlərimizin ruhu şad eləsin. Onların görünür. Allah cəmi bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah qazilərimizə kömək olsun. Bəzi şeylər var. Qaldı ki, burada Şiə sözünü dilizə gətirməyin, qurban olun. Bizim Azərbaycanda Şiə də var, Sünni də var. Bunların hamısı qardaşlardır. Bunlar əmoğludur. Qız verib, qız alırıq. Biz eyni millətik, damarımızdan axan qan eynidir. Bunun neçəncə əsrdə kimsə hansısa İngilis atıb ortaya
lazım olanda alət kimi istifadə eləsin, qırdırsın bir-birinə, qardaş qırğını salsın. Sünni mənim qardaşımdır, Şiə də mənim qardaşımdır. Başımın tacıdır hər ikisi. Fikrim az Şiə eləyin, az Sünni eləyin. Bunlar hamısı qardaşdır, bir-birindən qardaşdır. Allah hamd olsun qardaşdır. Əmi oğludular, dayı oğludular, xala oğludular, bibi oğlu. Qanımız eyni qandır. Ay qurban olum sizə. Hamısı eyni şeydir. Nəyə lazım? Qardaş qırğını salmaq, o Sünni ilə Şiənin arasında nifaq salmaq. Bu düzgün deyil axı. Vallahi düzgün deyil. Biz qardaşıq, vallahi qardaşıq. Bizim nəslimizdə, kökümüzdə o qədər Sünni gəlin var. Bizimkilər gedib Sünninin gəlini olubdur. Sən hamımız qohumuq, biz əqrabayıq. Nə Sünni, nə Şiə, qurban olum sizə. Mən xoşlamıram belə şeylər. Xoşlamıram belə şeylər. Bu düzgün deyil. Bu araya nifaq qatırlar. İki qardaşı bir-birinə qırdırmaq istəyirlər. Şiə də mənim ürəyimin başıdır, Sünni də mənim ürəyimin başıdır. İkisinə də qurban olum. İkisi də gündə namazında, niyazında, ibadətində namazını qılırlar. Allah, hər ikisi də Allaha ibadət edir. Bu nə demək yəni? Qardaşım, Allah ömrünü uzun eləsin. Bir yaşda Olsun. məndən böyük bir qardaş kimi məsləhətin. Ancaq mən yenə deyirəm, mən bugünkü gün haqq tərəfdarıyam. Baxın, neçə illərdir, bax, Suriyanı verdi verən qoydular. Liviyanı verdi verən qoydular. İrakı verdi verən qoydular. Qazzəni verdi verən qoydular. Bunun da hamısı sən özündən də yaşlı başlı adamsan. Bilirsən ki, dünyanı idarə eləyən bir ailələr var. Onların da 100'ün 95% Yahudilərdir. Bugünkü gün Yahudiyə cavab verib, Yahudinin verdi verən qoyanın mən tərəfdarıyam. Heç Şiə də öləm, heç belə, heç müsəlman da deyiləm. Səni yaxından qaytarayım Azərbaycan. Bax, sən gedəsən qonşu ilə əmoğlunu dalaşır. Hansına yardım edirsən, hansına kömək edirsən? Mən Allah'a and olsun. Haq kimin tərəfindədir? Haq qonşumun tərəfindədirsə mən qonşumun tərəfində olacağam. Əmoğla indi Allah qulağa var söz axı. verirəm. Hər şeyi ölçüb biçən Allah'dır axı. Mən nətə gedim haqqın tərəfində. Gəl biraz real danışıq da. İndicə qulaq as gör nə deyirəm. Buyur. Bu Azərbaycan xalqı da, kim Azərbaycana hörmət qoyub, kömək eləyib onu sevir də. Bu zor deyil ki, qurban olum sən. Bu zor deyil ki. Azərbaycana kim kömək eləyib, kim qardaş bilib Azərbaycanı özünə, kim əl atıb, Azərbaycanda onu sevməlidir də. Haqqını qaytarıb verməlidir də. Bu bir Qardaş, buna qaldısa, dur da. Bizim çıxış yolumuz birlikdir, qardaş. Sünni, Şiə, hamısı Azərbaycan Qardaşım, milləti tək. mən səndən razıyam. O, yəni yenə deyirəm, hər bir biz doğulandan Allahdan azadıq. Hər birimizin də özümüzün azad fikrimiz o bizə məxsusdur. Ancaq mən sənə bir söz deyim, deyirsən, kim bizə həmdəm olubdur. Mən burada durub ad çəkməyəcəm. Lazım olsa istəyirsən səndən şəxsidə belə danışarıq. O dediğin o bizə həmdəm qardaş 15 il internasyonal Rusiyada, özdə Tembolidə ən böyük dünyada megapolis Moskvada yaşamışam. Ən nüfuzlu da Moskvanın o bugünkü gün Azərbaycanda da adı yüksəklərdə olan Qornu Yivreylər deyirlər də. Onlarla işləmişəm. Allahıma and olsun ki, onlar bizə heç vaxtı dost qardaş kimi baxmayıblar. Baxmayaraq ki, mənim dövlətimdə doğulub. Mənim torpağımla, suyumla yoğrulanlar mənə düşmən kimi baxıbdır. Mənim əlimdə, mənim bugünkü gün 44 yaşım var. 23 il, 22 il bundan qabaq nə bu İran, nə bu Suriya, nə bu Liviya, nə vaxt da bu Fələstin problemi var idi. Onlar, mən heç vaxtı Yahudini, mən bir müsəlman kimi Yahudini özümə qardaş dost bilməmişəm, görməmişəm. Bir var görəm, sözdə ola bilər, sənətdə ola bilər. Siyasət üçün, publika üçün ola bilər. Hamba bir Azərbaycan vətəndaşı kimi, bir cavan uşaq, Azərbaycan adı, familiyası görüb, hamba Yahudi
milliyyəti, Yahudi kökənli. Onlara sığınmışam, onlar mənə ikinci, üçüncü sort kimi bir vətəndaş kimi. Onlar mənə deməyiblər ki, sənin torpağında doğulmuş, böyümüş Yahudiyam. Heç olmasa azı yerindən Azərbaycanlısan. Qardaş, Allah ömrün uzun eləsin. 100 il yaşında olar, 80 yaşında olar. Ancaq mən bu həyatda yaşadıklarımı, mən bugünkü gün nə internetdən, nə də hansısa bir müəyyən bir ayrı bir provokasyon bir xəbərlərdən çıxıb burada sənə söz demirəm. Mən həyatda gördüyümü görmüşəm. Ona görə də mən deyirəm ki, müsəlmanın heç vaxtı Yahudi dostu ola bilməz. Qoy Bu mən tarzı sən get. O son sənin öz sözümü fikrindir. deyirəm. Bax, son Buyur. sözümü deyirəm. Azərbaycanı Allah qorusun. Amin, amin. Tabii ki Allah bizim də Azərbaycan bizim xalqını də qorusun. istəyimiz budur ki, Azərbaycanı Allah qorusun. sünnülərimizi də, şiələrimizi də, Azərbaycanda yaşayan bütün vətəndaşlarımızı qorusun. Etnik milləti, hamısı bizim qardaşlarımızdır.